Dolça yeri gələndə küsə bilər, əsəbləşə bilər, özündən tez çıxa bilər. Səni bəlkə həftələrlə, günlərlə, bəlkə də aylarla danışdırmaya bilər. Yəni mənfi yanları ola bilər olsun. Amma bunu əlinizdə bayraq eləməyin. Bəs onun sevgisi, güvəni, dəyəri, amma ən gözəlində Dolça sevər. Dolça elə sevər ki, sən bir daha o sevgidən həyatın boyu tapa bilməzsən. Hələ sən gəl Dolçanı itir, hansı ki məsləhət görmürəm Dolçanı itirməyə. Vapşe bərbaddır Dolçanı itirmək. Onu itirdinsə, əmin ol ki, hər şeyi itirmisən deməkdir. Dolçalar dürüst insanlardır. Boş-boş insanların yanında görünməz. Yəni boş-boş işlərlə məşğul olmayın. Dolçanın qədrini bilin, yanında olun, qoruyun, sahiblənin. Yəni Dolça sevəndə çox gözəl sevir, qısqananda çox gözəl qısqanır. Biraz aşırı qısqana bilər, aşırı sevə bilər. Amma ən gözəl dəyəri Dolça verir, bunu yadında saxla. Bir Dolçanın getməsinə əsla səbəb olma. Nə edirsən elə bu həyatda, nə iş görürsən gör, nə səhv edirsən elə. Amma Dolçaya qarşı əsla onu itirəcək səhv eləmə. Çünki bir Dolça bürcü gedərsə, əmin ol ki, dönüşü əsla olmaz. Dolça bürcündə vazvırat olmur. Biləsən. Ona görə də Dolça bürcü deyə bu, istədiyini eləyər. Səni tərk etdisə, əgər bir Dolça bürcü, əmin ol ki, bir daha geri dönməz və bir də heç bir şey onu sənin həyatına yaza bilməz. Ona görə də vaxtında qədrini bil ki, sonra gec olmasın.